Ajans azın əldə etdiyi məlumata görə hüquq mühafizə orqanları tərəfindən bilinmir hansı hüquq mühafizə orqanlarıdır bu. Prokurorluq mu tutub, Dövlət Təhlükəsizlik Xidməti mi tutub, yoxsa Daxili İşlər Naziri bilinmir. Amma deyir ki, hüquq mühafizə orqanları tərəfindən Ədliyyə Nazirliyinin notariat idarəsində aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunubdur. Hansı qurum aparıb bu yoxlamanı? Ya prokurorluq aparıb korrupsiya qarşı mübarizə edəsi, ya Dövlət Təhlükəsizlik Xidməti. Hər halda Daxili İşlər Nazirinə bu aid deyil bu yoxlama. Bununla əlaqədar olaraq Ədliyyə Nazirliyinin notariat idarəsinin rəisi, Ədliyyə Nazirliyinin şəkilini, Ədliyyə Nazirliyinin ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəis müavini Anar Bahadıroğlu Süleymanovun saxlandığı bildirilir. Bir daha təkrarlayıram. Ədliyyə Nazirliyinin notariat idarəsinin rəisi, Ədliyyə Nazirliyinin ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəis müavini Anar Bahadıroğlu Süleymanovun saxlanıldığı bilir. Notariuslar bilirsiniz də dostlar. Notariuslar başdan ayağa cinayət yuvasıdır. Başdan ayağa cinayət yuvasıdır. Burada yüzlərlə belə faktlar vermişik ki, qanunsuz olaraq vətəndaşların malları, mülkləri, torpaqları notariuslar tərəfindən satılır. Adına torpaq ola vətəndaşın. Bütün rayonlarda bu günlərin bələdiyyələr bu işlə məşğuldur. Adına sənət ola notarius bunu satır başqasına. Gedirsən deyə yaxşı eləmir. İstəyirsən get Səddam Hüseynə şikayət elə. Kim edirsən elə. Buranın lotusu mənə. İndi bu önlərim bu lotu olanı deyərsən tutublar. Hatırlanaq ki, Ədliyyə Naziri Fərid Əhmədov 2024-cü il aprel ayında Anar Süleymanovu bu vəzifəyə təyin etmişdi. 2024 bir ildə cavab şimdi əldə etdiyimiz məlumata görə Anar Süleymanovun bir sıra notariuslara verdiyi qeyri-qanuni tapşırıq və icra edilən sənədlərin yoxlanması həyata keçirilir. Korrupsiya faktlarında əlbir olan şəxslərin və digər informasiyaların dəqiqləşdirilməsi aparılır. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin sorğumuza cavab ola bildirdilər ki, Ədliyyə Nazirliyinin notariat, qeydiyyat, reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən qeyd etdiyiniz əməliyyat tədbirlərinin aparılması barədə Ədliyyə Nazirliyinə hər hansı bir məlumat yoxdur. Vay dədəm vay. Vay dədəm vay. Nəysə. Əlvan Şükürov yazır. Uzağa niyə gedirik? Masallıda günahsız Sabit Əliyevi 2 il cəmiyyətdən ayırdı ki, şayət az olsun deyə Əlvan Şükürov yazır. Mən bu məsələni Əlvan Bərgilindən bir dəfə danışmışdım. Amma Əlvan Bərgil çox məni yanlış anladılar. Bundan dolayı bilmirəm, o vaxtdan bu vaxta hələ də bir əlaqəmiz yoxdur Əlvan Şükürovla. Amma qarşı tərəf də əllərində məhkəmə qərarı ələm efirə çıxmaq istəyirlər. İstəyirsiniz əgər, mən buradan təklif edirəm. Həm siz, həm qarşı tərəf. Gəlin, burada efirdə müzakirə eləyək bu məsələni. Mən razı. Qədir bəy yazır ki, mən bunu Azərbaycanı dövlət saymıram. Çünki mən bu yaxınlarda məşğulluğa getdim. Adi bir fəhləli üçün dedilər ki, ağsaqqal incimə, 50 yaşdan yuxarı iş yoxdur. Qadir bəy, burada neçə olmasa xahiş edim, deyirəm, neçə olmasa, məsələn, iş vermişsiniz, neçə olmasa bir dənə qəbir yeri verin insanlara. Pulsuz qəbir yeri. Deyən ki, məsələn, ola bilər ki, gedərsən acından ölərsən, səni bastırmağa sabahların qohum əqraban pul tapmaz, gedib borcu alarlar, sonra görüva soyarlar. Heç olmasa hökumətdən mən burada xahiş edirəm ki, işlə təmin eləmədiyi vətəndaşına qəbirsanlıq yeri versin, bir dənə qəbir yeri versin. Desin ki, ola, qardaş, Allah vurdun, ən azından mənim hesabıma get, kef elə. Ged orada pulsuz, pərəsiz yat. Bax, mən bunu hökumətdən çox istəyirəm. Qafqaz bəy yazır ki, Seyid Cəddin arxain olduğu kimi bizlər də Allaha arxain oluruq. Niyə Allaha arxain olmalısın, qardaş? Allah bizi şilmi yaradıb, güdülmü yaradıb, əlilmi yaradıb, zəlilmi yaradıb? Allah bizi necə yaradıbdır? Allah deyirsən də insansan, o da insandır.